Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 2-ci sinif Azərbaycan dil dərsliyi üzərində tapşırıqların izahını verəcəm. Hisslər və emosiyalar. A tapşırığına baxaq. Şəkildəki uşaqların üz cizgilərinə baxın. Uşaqların adları ilə hiss bildirən sözləri uyğunlaşdırın. Diqqət edirik. Şəkildə kimlər var? Rəşad, Ləman, Banu. Rəşad hansı hissləri keçirir? Kədər hissini keçirir, kədərlənir. Ləman təəccüb hissi keçirir, təəccüblənir. Banu isə qorxu hissi keçirir, qorxur. Nümunəyə baxaq. Nümunədən istifadə edərək uşaqların hissləri haqqında danışın. Fərid nə edir? Fərid sevinir. Fərid hansı hissi keçirir? Fərid sevinç hissini keçirir. Fəridin sevincinin səbəbi nədir? Atası ona hədiyyə alıb. Baxın, Fərid bu şəkildə izah edir. Görürük ki, şəkildə Fərid sevinir. Hoppanıb düşür. Fərid nə edir? Sevinir. Keçirdiyi hiss sevinç hissidir. Fəridin sevincinin səbəbi də yarışda qalib gəlməsidir. Bu qayda ilə uşaqlar haqqında, A tapşırığındakı uşaqlar haqqında müəyyən məlumatlar yaza bilərsiniz nümunəyə uyğun olaraq. Məsələn, Banu nə edir? Banu qorxur. Banu hansı hissi keçirir? Qorxu hissini keçirir. Banunun qorxmasına səbəb nədir? Onun qarşısına it çıxmışdır. Və yaxud da ki, başqa nə isə ola bilər. Qorxulu bir filmə baxmışdır. Bu qayda ilə yaza bilərsiniz. B tapşırığına baxaq. Şeiri oxuyun. Obrazın hansı hisslər keçirdiyini müəyyən edin. Şeiri oxuyaq. Şeirimizin adı Cığal Özkürəkdir. Xəstəlikdən 2 gün Süsən dərsə getmədi. Məktəb üçün darıxdı, tez sağalmaq istədi. Dərslərimi öyrəndim. Bəs indi mən nə edim? Axı öskürək məni qoymur məktəbə gedim. Anam bəkməz içirir, limon verir, sağalım. Əlində qalmışam mən, öskürəyin, cığalın. Məktəb mənsiz darıxır, söylədi anasına. Məktəbin rəsmin çəkib, tez astı yaxasına. Şeirin müəllifi Mina Rəşiddir. Deyir, obrazın hansı hisslər keçirdiyini müəyyən edin. Şeiri oxuyanda görürük ki, Süsən hansı hissləri keçirir? Süsən məyusdur, kədərlidir. Məktəbə getmədiyi üçün darıxır, kədər hissi keçirir. Söz boğçasına diqqət edək. Söz boğçasında bizə hansı sözlər verilib? Emosiya nədir? Emosiya insanın daxili hissləridir, duyğularıdır. Hisslər də müxtəlif ola bilər. Sevinç hissi ola bilər, kədər hissi ola bilər, həyəcan ola bilər, hirslənmək ola bilər, qorxu ola bilər. Yəni müxtəlif ola bilər. Sonra bəkməz. Bəkməz nədir? Bəzi şirin meyvələrin suyundan hazırlanan şirədir. Doşab, bəkməz. Bəkməz üzümdən, əncirdən, tutdan hazırlana bilər. Cığal. Cığal sözünün mənası bəzən oyun oynayanda hər hansısa bir oyunun iştirakçısı yəni haqsız olaraq mübahisə edir. Haqlıdır kimi mübahisə edir. Oyunun qaydalarını pozur. Oyunun qaydalarını pozduğu halda doğrudur kimi özünü aparır. Bu artıq bu cür iştirakçı cığal adlanır. Yaxa paltarın boyun hissəsi. Məsələn, köynəyin, koftanın yaxası ola bilər. Əlində qalmaq. Əlində qalmaq nədir? Hər hansı bir çətin vəziyyətdə qalmaq. Çətin, çıxılmaz vəziyyətdə qalmaq. Davam edək. Növbəti səhifəmizə baxaq. Mətnlə şəkil arasında uyğunsuzluğu müəyyən edin. Mətnlə şəkil arasında baxın, hansı uyğunsuzluq var? Şeirdə bizə deyirdi ki, görünür ki, Süsən məktəb üçün darıxır, tez sağalmaq istəyir, məktəbə getmək istəyir. Amma şəkildə nə görürük? Şəkildə görürük ki,
Süsən şən əhval-ruhiyyədədir, sevinclidir. Diqqət edin şəkilə. Yəni şeirin məzmununa əsasən Süsən darıxır, kədərlənir. Amma şəklə baxanda illüstrasiyadan görünür ki, Süsən şən əhval-ruhiyyədədir. Əhval-ruhiyyəsi yaxşıdır. Yəni əksinə təsvir olunubdur. Növbəti C tapşırığına baxaq. Şeirin hansı bəndləri Süsənin dilindən deyilir? Baxın, burada Süsən deyir ki, dərslərimi öyrəndim, bəs indi mən nə edim? Axı öskürək məni qoymur məktəbə gedim. Sonra anam bəkməz bişirir, limon verir sağalım, əlində qalmışam mən öskürəyin cığalın. Bunlar Süsənin dilindən deyilir. Bu bəndlər Süsənin dilindən deyilir. İkinci və üçüncü bəndlər. Hadisənin səbəblərini yazaraq cümlələri tamamlayın. Süsən məktəbə getmədi. Çünki niyə məktəbə getmədi? Baxın, şeirdə də verilib. Çünki Süsən xəstələnmişdi. Süsən məktəbə getmədi çünki xəstələnmişdi. Süsən öskürürdü. Ona görə də anası ona nə etdi? Anası ona bəkməz içirdi, limon verdi. Yazırıq, Süsən öskürürdü. Ona görə də anası ona bəkməz içirdi, limon verdi. Süsən tez sağalmaq istəyirdi. Çünki məktəb üçün darıxırdı. Bu cür yazaraq cümlələri tamamlaya bilərsiniz. Vaxtımız getməsin deyə mən yazmadım, şifahi olaraq səsləndirdim. Süsən məktəbə getmədiyi günlər haqqında gündəliyinə nə yazardı? Verilmiş plan əsasında Süsənin gündəlik qeydlərini yazın. Gün, ay, ili qeyd edin. Süsənin başına gələn hadisələr haqqında məlumat verin. Bu hadisə haqqında Süsənin düşüncələrini, hisslərini qeyd edin. Bu artıq sizin müstəqil işinizdir. Gün, ay, ili qeyd edə bilərsiniz. Şeirin məzmununa əsasən Süsənin başına gələn hadisələri qeyd edə bilərsiniz. Süsən xəstələnmişdi, öskürürdü, öskürdüyü üçün məktəbə getmirdi və Süsənin keçirdiyi hisslər haqqında yaza bilərsiniz. Növbəti mövzuya baxırıq. Mətni oxuyun, hadisələrinin baş verdiyi yerə diqqət edin. Mətnimizin adı qeyri-adi begemot mətnidir. Oxuyaq. Qeyri-adi begemot. Bugün çimərlik səsküylü idi. Hippo hamıdan çox əylənirdi. Günəşin parlaq şüaları altında ilıq suya tullanır, sevinclə atılıb düşürdü. Amma onun sevinci uzun sürmədi. O, sudan çıxıb qumluqda uzanmaq istəyirdi. Bu zaman gözü bir elana sataşdı. Elan oxuyuruq. Milçəkdən filə qədər hər kəs xəbərdar olsun. Axşam düşənə qədər hamı peyvənd olunsun. Elanı oxuyan Hippo qorxuya düşdü. Dostu Leylək onu sakitləşdirdi. Narahat olma, boş şeydir. Xəstəxanaya birlikdə gedərik. Hippo həyəcanla dedi. Yaman qorxuram. Yanımda dayanarsan? Əlbəttə. Baxın, burada söz boğçasında sözlər verilmişdir. Ona da diqqət edirsiniz. Səsküy nədir? Səsküylü yer, məsəl üçün, bazar ola bilər, hər hansı bir məclis ola bilər. Əylənmək, mətnin məzmununa da görünür ki, əylənmək, sevinmək, hər hansı bir maraqlı işlə məşğul olmaq, atılıb düşmək, oppanıb düşmək, yəni eyni mənaya gəlir. Sonra mətnin ardını oxuyaq. Hippo ilə Leylək birlikdə həkimin qəbuluna gəldilər. Hippo qorxudan ağappaq ağarmışdı. Həkim onu görüb təəccübləndi. İlk dəfədir ki, ağ begemot görürəm. Yoxsa iynədən qorxursan? Leylək tez cavab verdi. Xeyr, bu qeyri-adi begemotdur. O istədiyi vaxt boz və ya ağ olur. Həkim elə iynəni hazırlayırdı ki, Hippo otaqdan yox oldu. Hamı onu axtarırdı. Həkim narahat oldu. Təcili Hipponu tapmaq lazımdır. Hər tərəfi sarılıq xəstəliyi bürüyüb. Əgər peyvənd edilməsə, sarılıq tutar. B tapşırığına baxırıq.
Mətndən aşağıdakı fikirləri təsdiq edən cümlələri seçin. Birinci cümlədə deyir, keçirdiyimiz hisslər rəngimizin dəyişməsinə səbəb ola bilər. Səbəb olur. Mətnimizdə keçirdiyimiz hisslər rəngimizin dəyişməsinə səbəb olur. Baxın, Hippo burada qorxu hissi keçir və qorxu hissi keçirdiyi üçün rəngi dəyişir. Rəngi ağarır. Yəni bu cümləni təsdiq edir. Keçirdiyimiz hisslər rəngimizin dəyişməsinə səbəb olur. Hippo qorxudan ağappaq ağarmışdı. Təsdiq edən cümlə budur. Digərinə baxırıq. Peyvənd insanları yoluxucu xəstəliklərdən qoruyur. Mətndə bu cümləni təsdiq edən cümlə əgər peyvənd edilməsə sarılıq xəstəliyi tutar. Baxın budur. Mətndəki cümlə ilə təsdiq etdik. Növbəti tapşırığa baxaq. Nöqtələrin yerinə uyğun gələn sözləri yazmaqla cümlələri köçürün. Hipponun rəngi ağarmışdı. Ağarmışdı. Ağarmışdı sözünü qeyd edirik. Çünki o qorxurdu. Hippo hansı hissi keçirirdi? Qorxu hissini keçirirdi. Qorxu. Burada da bunu qeyd edirik. Digərinə baxaq. Həkim çox təəccübləndi. Həkim çox təəccübləndi. Çünki o ağ begemot görməmişdi. Görməmişdi. Həkim hissi keçirdi. Həkim hansı hissi keçirdi? Həkim təəccüb hissi keçirdi. Davam edirik. Növbəti dərsimizə baxırıq. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın. Cədvəldə bizə ad, əlamət, say, hərəkət bildirən sözlər üzrə qruplaşdırmaq istəyir. Mən sizə üzərində qeyd edəcəm. Baş hərflərlə qeyd edəcəm. İsti əlamət bildirir. Böyük əlamət bildirir. Çimərlik ad bildirən sözdür. Çimərlik hara, çimərlik 2 say bildirir. Neçə, nə qədər? 2. 3 üzmək hərəkət bildirir. Günəşlənmək hərəkət bildirir. Çox say bildirən sözdür. Baxmaq nə etmək? Baxmaq hərəkət bildirir. Ağ əlamət bildirən sözdür. Siz cədvəl üzrə qruplaşdırıb yazırsınız. Təmiz əlamət bildirən sözdür. Otaq ad bildirən sözdür. Həkim ad bildirən sözdür. Mavi əlamət bildirir. Su ad bildirir. İşıqlı necə, nə cür işıqlı əlamət bildirir. Sağaltmaq hərəkət bildirir. Heyvanlar ad bildirən sözdür. Bir isə say bildirir. Cədvəl üzrə yazdıq. Baxaq, əlamət bildirən sözlərin qaydasına. Bizə qayda olaraq nə veribdir? Diqqətli oluruq. Təsvir zamanı əlamət bildirən sözlərdən istifadə olunur. Bu sözlər ölçü, forma, rəng, dad və s. bildirir. Yəni, əziz şagirdlər, əlamət bildirən sözləri biz ölçü, forma, rəng, dad üzrə qruplaşdıra bilərik. Yəni, əlamət bildirən sözlər formasına görə fərqlənir, ölçüsünə görə, rənginə görə bu cür qruplaşdırıq. Ölçü bildirənlər, baxın, böyük, kiçik, uzun, qısa, nazik, qalın, enli, ensiz sözləri sadalayanda görürük ki, bunlar ölçüsünə görə fərqlənir. Forma bildirənlər yumru, dairəvi, oval, uzun, sov, əyri. Rəng bildirənlər bütün rənglərin adları qırmızı, sarı, yaşıl, mavi, bənövşəyi, çəhrayı bunlar rəng bildirən əlamət bildirir, yəni rəng bildirir. Dad bildirənlər şirin, acı, turş, duzlu, şid bunlar da dad bildirən sözlərdir. Əlamət bildirən sözləri oxuyun, əlamətlərə uyğun meyvələrin adlarını yazın. Baxaq. Kiçik, oval, sarı, turş. Kiçikdir, ovaldır, sarıdır, turşdur. Nə olar? Limon. Balaca, yumru, narıncı, turş təhər. Balaca, yumru, turş təhər, naringi olar. Mandarin, naringi.
Narinci, mandarin də yaza bilərik. Rəngi narıncı, tuşda hər. Qabığı yaşıl, zolaqlı, içi qırmızı. Bu nə olacaq? Bu da olacaq qarpız. Növbəti səhifədə olan tapşırıqlara baxaq. Mətnimizin ikinci hissəsidir. Səhəri gün Leylək Hippodun evinə getdi. O, yataqda uzanmışdı, halı yox idi, rəngi isə sapsarı olmuşdu. Leylək təəccübləndi. Ay aman, sənə nə olub? Limon kimi saralmısan, sapsarısan. Leylək dərhal həkimi köməyə çağırdı. Tezliklə həkim gəldi. Leylək, həkim, Hippo niyə sapsarı olub? Bax, siz özünüz dediniz ki, o xüsusi begemotdur. İstədiyi vaxt boz, istədiyi vaxt ağ olur. Leylək başını aşağı saldı. Xeyr. Xeyr, doktor. Hipponun rəngi qorxudan ağarmışdır. Bəs belə, deməli indi də xəstəlikdən saralıb. Tezliklə təcili yardım maşını gəldi. Hipponu xəstəxanaya yerləşdirdilər. Dostu Leylək tez-tez ona baş çəkirdi. Bir dəfə Hippo dedi. Dostum, yataqda uzanmaq darıxdırıcıdır. Heç olmasa bir nağıl danış. Leylək nağıl söyləməyə başladı. Biri var idi, biri yox idi. Nəhayət bir begemot vardı. O iynədən qorxurdu. Elə bu zaman həkim içəri daxil oldu. Qızarmış Hipponu görüb təəccüblə dedi. Hippoya nə olub? O boz, ağ, sarı idi. İndi isə qıpqırmızıdır. Bu doğrudan da qeyri-adi begemotdur. Xeyr, həkim, sadəcə iynədən qorxduğu üçün çox utanır. Mətni yazan Vladimir Susteyev tərəfindən mətn yazılmışdır. Baxaq. Burada bizə mimika, jest haqqında məlumat verib. Mimika nədir, jest nədir? His və emosiyalardan asılı olaraq üzümüzün ifadəsi dəyişir. Bu mimik adlanır. Yəni bizim üzümüzün ifadəsinin dəyişməsi keçirdiyimiz hisslərdən asılı olaraq üz ifadəmiz dəyişir və buna mimika deyilir. His və emosiyalarımızı bəzən əl-qol hərəkətləri ilə də bildiririk. Buna isə jest deyilir. Mimika və jestlərdən istifadə etməklə fikir və duyğularınızı daha qabarıq çatdıra bilərsiniz. Demək, əziz şagirdlər, hansı nəticəyə gəldik? Üzümüzün ifadəsi mimikadır, əl-qol hərəkətləri isə jestdir. Biz hər hansı bir sevinç hissi keçirəndə üzümüzə baxanda artıq bu bilinir. Yəni mimikamızdan bilinir ki, biz çox sevindik. Əl-qol hərəkətlərimizdən, jestlərimizdən də biz keçirdiyimiz hissləri ifadə edə bilərik. C tapşırığında bizə deyir ki, rollu oyundur. Hipponun keçirdiyi hissləri yadınıza salın. Mimika və jestlərin köməyi ilə həmin hissləri nümayiş etdirin. Bu artıq sizin yoldaşlarınızla birlikdə etdiyiniz rollu oyundur. Müstəqil işinizdir. Özünüz bu səhnəni qurub rollu oyun apara bilərsiniz. D tapşırığına baxaq. Verilmiş sözləri cədvəl üzrə qruplaşdırın. Cədvəldə bizə ad, əlamət, hərəkət bildirən sözləri seçib yazmağı istəyir. Mən isə üzərində qeyd edəcəm. Sevinç ad bildirir. Sevincli əlamət, sevinirdi hərəkət bildirir. Həyəcan, nə? Həyəcan ad bildirir. Həyəcanlı, necə, nə cür həyəcanlı əlamət bildirir. Həyəcanlanırdı, nə edirdi? Həyəcanlanırdı. Bu isə hərəkət bildirir. Üzərində yazıram, siz cədvəldə sözləri qruplaşdırasınız. Məsəl üçün, sevinci bura yazarsınız. Sevincli əlamət bildirir. Sevincli. Bura yazırsınız. Sevinirdi, hərəkət bildirir. Burada qeyd edirsiniz. Sevinirdi. Mən vaxtımız çox getməsin deyə üzərində yazıram. Sonra qorxu ad bildirir. Qorxu nə? Qorxu. Qorxaq. Qorxaq insan, necə nə cür insan? Qorxaq insan əlamət bildirir. Qorxurdu, nə edirdi? Qorxurdu, hərəkət bildirir. Utanç ad bildirir.
Utancaq, utancaq qız. Nə cür qız? Utancaq qız əlamət bildirir. Utanırdı, hərəkət bildirən sözdür. A tapşırığına baxırıq. Xəstə olanda biz kimə müraciət edirik? Həmin peşə adını haqqında danışın. Əlbəttə ki, biz xəstə olanda, xəstələnəndə hansı peşənin sahibinə müraciət edirik? Həkimə müraciət edirik. Tez həkimə gedirik və müalicə alırıq. Növbəti B tapşırığında deyir ki, mətni oxuyun, obrazın təsvirinə diqqət edin. Bir də A tapşırığında deyir, xəstə olanda biz kimə müraciət edirik? Həkimə müraciət edirik. Həmin peşə haqqında danışın. Həkimlik peşəsi, həkim nə edir? Xəstəni müayinə edir, ona müxtəlif analizlər yazır və o analizlərin nəticəsinə baxır, resept yazır, dərmanlar, müxtəlif müalicə metodları ilə xəstəni sağaldır. Yəni bu haqda danışa bilərsiniz. B tapşırığında mətni oxuyun, obrazın təsvirinə diqqət edin. Nəriman Nərimanov haqqında xatirələr. Oxuyaq mətnimizi. Mən balaca olanda onu öz gözlərimlə görmüşdüm. Orta boylu, səmimi, mehriban bir insan idi. Köynəyi qar kimi ağ, kostyumu ütülü, səliqəli və təmiz olardı. Xalq ona doktor Neyman deyərdi. Xəstə uşaqları müalicə edir, onlara dərman, şirniyyat, şəkilli kitablar verirdi. Axı o həm də yazıcı idi. Doktor Nərman hamını diqqətlə dinləyir, hamıya kömək edirdi. Uşaqlar üçün çoxlu məktəb, körpələr evi və uşaq bağçası açdırdı. Doktor Nərman tez-tez məktəbə gələrdi. Bizə şeir və nəğmə oxudar, dərslərimizi yoxlayardı. Hər dəfə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edərdi. Doktor Nərman bizim üçün ən əziz insanlardan biri idi. Mirvari Dilbazi. Baxaq C tapşırığına. Mətnimizi oxuduq. İndi isə gəlin C tapşırığına baxaq. Cümlələri uyğun abzasların sonuna əlavə edin. Əlavə edək. A-dakı cümlədə bizə nə deyir? Onu görəcək, sevinər, onun ətrafına toplaşardıq. Bu haqda harda danışdı? Baxın, 3-cü cümlədə deyir ki, Doktor Nərman Nərmanov, Doktor Nərman tez-tez məktəbə gələrdi. Bizə şeir, nəğmə oxudar, dərslərimizi yoxlayardı. Hər dəfə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edərdi. Doktor Nərman bizim üçün ən əziz insan idi. A uyğun gəlir 3-cü cümlənin sonuna. Bu 3-cü, yəni A-da olan cümləni bura uyğunlaşdıra bilərsiniz. Çünki o həkim idi. B uyğun gəlir. Baxın, birinci cümləyə deyir ki, daha doğrusu birinci abzasa, cümlə deməyək, abzas deyək. Mən balaca olanda onu öz gözlərimlə görmüşdüm. Orta boylu, səmimi, mehriban insan idi. Köynəyi qar kimi ağ, kostyumu ütülü, səliqəli və təmiz olardı. Xalq ona Doktor Nərman deyərdi. Xalq ona Doktor Nərman deyərdi. Uyğun gələcək birinci abzasın sonuna. Çünki o həkim idi. Yəni o həkim olduğuna görə ona Doktor Nərman deyirdilər. B'dəki cümlə uyğun gəlir birinci abzasın sonuna. Kəndlərdən balaca oğlan və qızları Bakıdakı həmin məktəblərə gətirirdi. Baxın, burada da ikinci abzasda çoxlu məktəb, körpələr evi, uşaq bağçası açması haqqında danışır. Açdırır. Uyğun gələcək. C uyğun gəlir ikinci abzasın sonuna. Sonra burada bizə söz boxçası verilib. Söz boxçasına diqqət edirik. Xatirə nədir? Xatirə insanın yaddaşında, hafizəsində qoruyub saxladığı bir hadisədir. Səmimi ürəkdən gələn, həqiqi, yalansız, riyasız, mehriban bir münasibətdir. Sonra müraciət etmək birinə üst tutub hər hansısa bir
söz söyləyirsən. Birinə üst tutub söz söyləmək, nə isə demək, söyləmək bu mənaya gəlir. Yazıçı, yazıçı bədii əsərlər yazan, ədəbi yaradıcılıqla məşğul olan insana yazıçı deyirlər. Körpələr evi, körpələr evi var, uşaq bağçası var. Körpələr evi nədir? 3 yaşına qədər uşaqların tərbiyə müəssisəsidir. 3 yaşına qədər olan uşaqlar körpələr evinə aparılır. Yəni o da bir tərbiyə müəssisəsidir. Necə ki məktəb var, uşaq bağçası var. Körpələr evi də tərbiyə müəssisələrindən biridir. Baxaq növbəti səhifəyə. C tapşırığında bizə deyir ki, Nəriman Nərimanov səliqəli insan idi. Daha doğrusu şərtində bizə deyir, aşağıdakı fikirləri əsaslandırın, bunun üçün mətndən uyğun cümlələri oxuyun. A-da deyir ki, Nəriman Nərimanov səliqəli insan idi. Mətnimizdə bunu təsdiq edən cümlə hansıdır? Baxın, deyir ki, köynəyi qar kimi ağ, kostyumu ütülü, səliqəli və təmiz idi. Buradan aydın olur ki, Nəriman Nərimanov səliqəli insan idi. Köynəyi ağ idi, şalvarı ütülü idi. Yəni təmizkar bir insan idi. O uşaqlarla vaxt keçirməyi sevirdi. Bu cümləni təsdiq edən doktor Nəriman Nərimanov tez-tez məktəbə gəlirdi. Sonra uşaqları müalicə edirdi. Uşaq bağçası, körpələr evi açdırması. Buradan məlum olur ki, o uşaqlarla vaxt keçirməyi sevirdi. Nəriman Nərimanov uşaqların savadlı olmağı üçün çalışırdı. Aha. Əslində ikinci cümlədə, yəni o uşaqlarla vaxt keçirməyi sevirdi, uyğun gəlir. Nəriman Nərimanov tez-tez məktəbə gəlirdi. Bizə uşaqlara şeir söyləməsi, dərslərini yoxlaması, onlarla həmsöhbət olması, buradan aydın olur ki, uşaqları çox sevirdi. Nəriman Nərimanovun uşaqların savadlı olmağı üçün çalışması isə, baxın, burada deyir ki, məktəblər açırdı. Baxın, uşaqlar üçün məktəblər, körpələri və uşaq bağçası açırdı. Bunları nə üçün edirdi? Bu müəssisələri ona görə açdırırdı ki, uşaqlar getsinlər, təhsil alsınlar, tərbiyə alsınlar, savadlı olsunlar. Faydalı məlumata baxaq. Obrazların təsviri. Obrazla tanış edin. Oğlan, qız, həkim, ana və s. Yəni obrazlarda hansı obrazdan söhbət gedir? Oğuldan, qızdan, anadan. Və nümunə göstərir ki, Samir mənim dostumdur. Burada obraz Samirdir. Obrazın xarici görünüşünü təsvir edin. Uca boy, qısa boy, arıq, kök, sarı saçlı, qara gözlü. Yəni siz bir obrazın təsviri zamanı əvvəlcə obrazla tanış edirsiniz ki, söhbət kimdən gedir. Sonra onun xarici görünüşünü təsvir edirsiniz. Nümunə göstərib, o uca boylu, arıq oğlan idi. Uca boylu, arıq, artıq nədir? Onun xarici görkəminin təsviridir. Qara qıvrım saçları həmişə gözlərinin üstünə tökülürdü. Buradan aydın olur ki, obrazın boyu hündürdür, arıqdır, qara qıvrım saçları var. Bunlar da obrazın xarici görkəmidir. Obrazın xarakterini təsvir edin. Yəni biz bir obrazı təsvir edərkən onun xarakterini də qeyd etməliyik. Ağıllıdır, xeyirxahdır, utancaqdır, tənbəldir, qorxaqdır. Necədirsə onu da xarakter olaraq qeyd etməliyik. Samir bəşdən danışmağı xoşlayır. Sinifdə olanda səsi dəhlizin o başından belə eşidilir. Deməli, Samirin xarakteri ucadan danışandır, bəşdən danışandır. Demək, biz bir obrazı təsvir edərkən öncə obrazla tanış etməliyik, onun xarici görünüşünü, xarakterini də qeyd etməliyik. Sonra bizə deyir ki, mətnin məzmununa əsasən aşağıdakı plan üzrə Nəriman Nərimanovun obrazını təsvir edin. Obrazla ümumi tanışlıq, xarici görünüşü, xarakteri. Nəriman Nərimanov haqqında xatirələr mətnini oxuduqdan sonra siz onun haqqında məlumat verə bilərsiniz. Tanış edə bilərsiniz. Yəni söhbət kimdən gedirdi? Nəriman Nərimanovdan gedirdi. Xarici görünüşü kimi orta boylu olması, sonra səliqəli geyinməsi,
Xarakteri isə mehribandır, səmimidir. Yəni müəyyən məlumatlardan istifadə edib mətn daxilindən obrazı təsvir edə bilərsiniz. Baxaq növbəti A tapşırığına. Təsvirlərə əsasən obrazların adını müəyyənləşdirin. Həmin obrazlar hansı mətndə iştirak edib? Baxaq, birinci cümlədə bizə deyir ki, o məktəbli qızdır, şabaldı saçlarına hörük çox yaraşır. Məktəbini, sinif yoldaşlarını çox sevir. Biz bunu hansı mətnə aid edə bilərik? Hansı obraza aid edə bilərik? Daha doğrusu Süsənə aid edə bilərik. Süsən məktəbi sevir, evdə qalanda məktəb üçün darıxır. İkinci cümlədə deyir ki, bizim bu qəhrəmanımız qeyri-adiliyi ilə seçilir. Onun nəhəng bədəni var, amma buna baxmayaraq çox yumuşaq ürəyi var. Bu da hansı obraza aiddir? Hippoya aiddir. Hippo. Üçüncü cümləyə diqqət edirik. Bu maraqlı bir quşdur. Digər quşlar arasında özünün uzun, nazik ayaqları ilə seçilir. Çox vəfalıdır. Çətin günlərində dostlarını tək buraxmaz. Bu isə aiddir Leyləyə. Çünki o Hipponu tək buraxmadı. Leylək. Davam edək. O xalqın sevimli həkimidir. Həm də yazıçıdır. Səliqəli görkəm və mehriban xarakteri ilə diqqəti cəlb edirdi. Xalqının savadlanması, uşaqların təhsil alması üçün çox çalışırdı. Bu da əlbəttə ki, Nərman Nərmanova aiddir. Davam edək. Növbəti səhifəyə baxaq. Baxırıq, bizə şəkillər verilib. Şəkildə bizə nə deyir? Açar sözlərdən istifadə edərək şəkilləri təsvir edin. Şəkilləri təsvir edə bilərik. Açar sözlərdən də istifadə etməliyik. Şəkildə nə görürük? Görürük iki uşaq əllərini qaldırıb əl edirlər, qışqırırlar. Açar sözlər verilib ki, azərkeşlər, səsküylü stadion, böyük meydan. Biz necə təsvir edə bilərik? Deyir, hadisənin baş verdiyi yeri təsvir edin. Hadisə harda baş veribdir? Böyük bir meydandır. Səsküylü stadiondur. Azarkeşlər də verilib. Hadisə böyük, səsküylü stadionda baş verir. Azarkeşlər futbola baxırlar. İkincidə baxırıq, əsas obrazlar kimdir? Əsas iki obraz var, iki obrazdan söhbət gedir. Əsas obrazlar iki azarkeşdir. Onlar oyunu seyr edir və komandalarını dəstəkləyirlər. Obrazların qarşılaşdığı hadisə oyunda komandanın biri udur, biri uduzur. Qarabağ komandası 3-1 hesabı ilə qalib gəlir. Növbəti dördüncü şəkilə baxırıq. Obrazın keçirdiyi hisslər. Azərkeşlər sevinir, fəxr edir, alqışlayır, digərləri isə kədərlənir. Yəni, udan komandanın azərkeşləri sevinir, alqışlayır, fərəh hissi keçirirlər, digərləri isə kədərlənir. Bu cür yaza bilərik, açar sözlərdən istifadə edərək. Baxaq. Növbəti tapşırıqda bizə deyir ki, əks mənalı sözləri uyğunlaşdırın. Onlara aid cümlələr qurun. Baxın, nümunəyə baxaq. Yox, əvvəlcə tapşırığa baxaq. Acıqlı, acıqlının əksi olacaq mülayim. Yorğun, əks mənası olur cümra. Qəmli, qəmlinin əksi olur şən. Qorxaq, qorxağın əksi olur cəsarətli. Nümunə göstərib deyir, Arzu bütün günü işlədiyi üçün yorğundur.
Yaxşı istirahət edən əli gümrah görünür. Başqa bir cümlə. Yorğunla gümraha aid cümlə quruldu. Aylin dərslərini oxumadığı üçün anası ona acıqlandı. Qardaşı yaxşı oxuduğu üçün anası onunla mülayim davranırdı. Qəmli. Anası acıqlandığı üçün Ayan və yaxud da Aylin. Aylin qəmli idi. Yaxşı qiymətləri aldığı üçün Orxan şən idi. Qorxaq və cəsarətli. Orxan. Aylin qaranlıqdan qorxur. Orxan isə cəsarətli oğlandır. Heç nədən qorxmur. Yəni, müxtəlif cümlələr qurub yaza bilərsiniz. Şifahi olaraq dedim, cümlələri yazmadım. Əksmənalı sözlərin müəyyən olunması. Əksmənalı sözlər nədir? Əksmənalı sözlər yəni bir-birinə zidd olan, bir-birinə qarşı olan sözlərdir. Əksmənalı sözlər eyni suala cavab verir. Yəni, hansı suala cavab verirsə, sözün əksi də həmin suala cavab verməlidir. Sülh, nə? Sülh. Müharibə, nə? Müharibə. Sülhdə nə sözünə cavab verir? Müharibə də nə sözünə cavab verir? Yəni, əksmənalı sözlər eyni nitq hissəsinə aid olur. Ağ, qara. Ağ əlamət bildirirsə, əksi də əlamət bildirməlidir. Ağ, necə ağ? Qara, necə qara? Az, say bildirir. Nə qədər? Az. Çox da, yəni onun əksi də say bildirməlidir. Az, çox. Oturmaq, durmaq. Oturmaq hərəkət bildirən sözdürsə, onun əks mənalısı da hərəkət bildirməlidir. Oturmaq, nə etmək? Oturmaq, durmaq, nə etmək? Durmaq. Şey tapşırığında bizə deyir ki, cümlələri köçürün. Ad bildirən əks mənalı sözləri göy, əlamət bildirən əks mənalı sözləri qırmızı, say bildirən əks mənalı sözləri yaşıl rənglə işarələyin. Gəlin baxaq. Cümlələrə diqqət edək. Deyir ki, ad bildirən əks mənalı sözləri göy rənglə. Dost başa baxar, düşmən ayağa. Dost, düşmən ad bildirən sözdür. Göy rənglə işarə elədik. Başa baxar, ayağa baxar. Baş, ayaq ad bildirən sözdür. Göy rənglə işarə elədik. İkinci cümləyə baxaq. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Bizə deyir ki, əlamət bildirən sözləri qırmızıdan rəngləyin, işarələyin. Uzaq, yaxın. Bunlar əlamət bildirən sözlərdir. Say bildirən sözləri yaşılla rəngləyin. Dost min isə azdır, düşmən bir isə çoxdur. Burada min, yox, üzr istəyirəm, az və çox sözləri say bildirir. Ona görə də yaşıl rənglə işarə elədik. Dost, düşmən də bayaq qeyd etdik ki, ad bildirən sözlərdir. Dost, düşmən. Ona görə də göy rənglə qeyd etdik. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.